dövlətdə çalışmışam, amma bizneslə məşğulam. Təxminən 2010-cu ildən sonra. Networking Azərbaycan biznes klubunun həm təşkiçisiyəm. Eyni zamanda Net Property Investment olaraq fəaliyyət göstəririk. Biz əmlaka yatırımlar edirik. Yəni, təxminən 5200-ə yaxın sahibkar və idarəçilərin iştirakı ilə görüşlər keçirmişik. 70 il ümumiyyətlə biznesin bığısından danışılmayan bir ölkədə formalaşmış və yaşamış insanlardan ibarət bir nəsil yetişib. Biznes hələ bir marafondur. Sən marafon qaçırsan. Arada yıxıla da bilərsən, arada geri qala da bilərsən, arada qabağa da gedə bilərsən. Daha çox qohum əqrəba üzərindən formalaşan bizneslər. Sən bu nəyə lazımdır? Get evə. Yəni bütün bədən əsirdir artıq. Müxtəlif sahələrdə müxtəlif şəxslər olurdu. Yəni xidmət sahəsindən tut, istehsal sahəsinə qədər startaplar. Sizin yanınızda böyüyürdü elə bil ki. Allahın və şəriətin dediyi üsulda və qaydada bizneslərini qurmurlar. Yəni Allah iki şahid gətirin, yazın, aralarınızda məsələlərə kontrakt bağlayın, əhd bağlayın. Birinci səbirli olmaq lazımdır. Bu çox vacibdir. İkinci iradə çox güclü olmalıdır. Assalamu aleykum və rəhmətullahi bərəkatuh. Əziz dostlar, dinləyicilər, bu gün çox maraqlı bir mövzu ilə gəlmişik. Çoxunuz üçün maraqlı olan biznesin inkişafı və biznesdə şəbəkələşmə. Bu gün çox dəyərli, çox təcrübəli, bu işin içində olan qonaqlarımız var. Bismillah, sağdan başlayaq. Hikmət bəy, buyurun. Dəvət üçün təşəkkür edirəm Süleyman bəy. İnşallah bugün faydalı olmağa çalışacağıq. Mən uzun illər əsas dövlətdə çalışmışam, amma bizneslə məşğulam. Təxminən 2010-cu ildən sonra bizneslə məşğul olmağa başlamışam. Bir çox sahələrdə hal-hazırda bugünə gəlsək, bugün Biznes TV olaraq, yəni biznesin inkişafı ilə bağlı, Biznes TV olaraq yeni bir formatda, yeni bir layihənin rəhbərliyini edirəm hal-hazırda. Həm təsisçiyəm, həm də layihənin rəhbəriyəm. Xeyirli olsun. Təşəkkür edirəm. Ümid edirəm ki, bugünkü podkastımızda, gələcəkdə görəcəyimiz işlərdə bizim gələcəyimiz üçün, insanlarımız üçün faydalı olacaq. İnşallah, amin. Növbəti qonağımız Orxan bəy. Çox sağ olun dəvətə görə. Sizi görməyə şadam, həqiqətən də. Orxan Hacıyev, Networking Azərbaycan biznes klubunun həm təşkiçisiyəm. Eyni zamanda Net Property Investment olaraq fəaliyyət göstəririk. Biz əmlaka yatırımlar edirik, yəni biznes olaraq. Klubdakı Networking Azərbaycan 17-ci ildən fəaliyyət göstərən iş adamları klubudur və artıq o illərdən bu ilə kimi təxminən 5200-ə yaxın sahibkar və idarəçilərin iştirakı ilə görüşlər keçirmişik. Biznes klubumuzun məqsədi tədbirə qoşulan, bazada olan sahibkarlar və iş adamları, rəhbərlər arasında biznes əlaqələrinin qurulmasıdır. Gözəl, Allah xeyirli eləsin. Ümumiyyətlə, belə bir biznesdə deyim var. Deyir ki, bugün çətindir, sabah daha çətin olacaq. Bundan sonraki gün isə möhtəşəm olacaq. İnsanların çoxu sabah axşam təslim olur. Yəni, onlar öz hədəflərinə və uğurlarına çata bilmirlər. Əksər bizneslərdə belədir. Biz də indi anlamaq istəyirik ki, Hikmət bəy, ümumiyyətlə, biznesdə olan çətinliklər və onların həll yolları. Aydındır. Bir daha təşəkkür edirəm sual üçün. Mövzu genişdir, böyükdür. Yəni, buna qısaca bəzən adam çalışır ki, qısa bir yanıt versin, amma alınmır bu. Çünki biznesdə bugün Azərbaycan reallıqlarından danışırıq. Azərbaycan reallıqlarında həqiqətən də həm bir keçmişə boylansaq, baxsaq ki, 70 il ümumiyyətlə biznesin bığısından danışılmayan bir ölkədə formalaşmış və yaşamış insanlardan ibarət bir nəsil yetişib. Amma sonraki müstəqillik dövrümüzdən sonraki insanların dünyaya açılması və ticarət Azərbaycana gəlməsi sadəcə olaraq insanlar bundan kifayət qədər faydalılıq əldə etdilər. Yəni biznesi böyüdə biləcək insanlar vardı və bizim insanlar biraz daha belə keçmişə geçsək ki, Azərbaycan ümumiyyətlə İpək yolunun üzərində olmuş, var olan bir dövlət olubdu və ticarətin bir çox hissəsində Azərbaycanlılar həmişə ticarəti yaxşı ediblər. Negativlərin bərabərində, yəni o fondan baxmasaq, pozitiv, yəni yaxşı o zaman tabirinə görə tacirlər, bugün isə biznesmenlər, həqiqətən də yaxşı biznesmenlər olubdur. Bunun üçün müxtəlif dövrlərdə müxtəlif şərait yaradılıb. Müstəqillikdən sonraki dönəmdə bununla bağlı alt qanunvericiliklər hazırlanıbdı, biznes inkişafı ilə bağlı müxtəlif proqramlar həyata keçirilibdi, xüsusi dövlət proqramları həyata keçirilibdi və
olanlar göz qabağındadır. Bizə əsas indi Hikmət bəy, sözünüzü kəsirəm. Buyurun. Çətinlik tərəfləri. Yəni zaten onu biz bilirik, biznesin buradakı indi hal-hazırda mühitləri. Bizə lazımdır ki, o çətinliklər nə kimi çətinliklər olur və həll yolları, məsəl üçün burada baxan biznesmenlər və yaxud işə girmək istəyənlər ən azı məlumatlı olsunlar. Ümumiyyətlə xasiyyətimdə yoxdur ki, kiməsə belə bu ağıl vermək məsələsində belə çalışıram ki, özümü həmişə ondan kənarda tutam. Amma təcrübələrimiz və kifayət qədər yaşımız da imkan verir ki, və kifayət qədər təcrübələr əldə etmişik. Bunu uğurlu və uğursuz olaraq mən hesablamıram. Çətinliklər bizim içərimizdə ən çox sistemsizlikdir. Yəni Azərbaycanda biznesin ən böyük problemi sistemin olmamasıdır. Bu həm maliyyə nəzarət sistemindən söhbət gedir, həm idarəetmə sistemindən söhbət gedir. Daha çox qohum əqrəba üzərindən formalaşan bizneslər və etibar üzərində, söz üzərində olan razılaşmalar ki, bunlar yazıya tökülmür. Xüsusən Yəni bir prosedur yoxdur, bir sistem yoxdur. Proseduru var, amma onu tətbiq etmirlər. Hətta müsəlmanlar arasında desək ki, biz məsələyə belə baxsaq ki, hətta müsəlmanlar arasında razılaşdırılmış bir biznes və yaxud da ortaqlıq şəklində ortaya çıxan bizneslər var ki, o bizneslərdə Allahın və şəriətin dediyi üsulda və qaydada bizneslərini qurmurlar. Yəni Allah 2 şahid gətirin, yazın, aralarınızda məsələlərə kontrakt bağlayın, əhd bağlayın, əhdə şahidlər olsun. Və bu həmin o təməlin, atılmış ilkin təməlin ən belə deyək də bəsit formasıdır. Həm bəsit, həm də elə ana belə sağlam formasıdır ki, bu ilk təməli odur. Təməli oradan başlamalıdır. Və bu olmadığı üçün sonrakı proseslərdə çətinliklər üz-üzə gəlir, etibarlar sui-istifadə edilir, müxtəlif maliyyə itkiləri baş verir. Mən dediyim kimi, yəni bunu çox açmaq olar, amma əsas çətinliklərdən biri öz təcrübəmdə də və digər yoldaşların təcrübəsində də bu sistemsizlik və idarə etmə üslubunun yanlış yanaşmasından irəli gəlir. Maddi çətinliklər bəs. Bunlar necə həll olunur çox vaxt? Çünki biznesmenlərin çoxu məsələn investisiya eləyir, gözləyir ki, bu investisiya ilə kifayət olacaq. Prosesin içindən artıq əlavə xərclər gəlir və yaxud itkilər olur və çətin bir hala düşür. Burada ya borca girməlidir, ya başqa bir variant tapmalıdır. Bu hallarda indi sizin də öz təcrübələriniz olub, düşünürəm ki, uğurlu, bəlkə də uğursuz biznesləriniz olub. Bu hallarda necə eləmisiniz? Yoxsa maliyyə problemləri olmayıb heç vaxt? Yox, təbii ki, Azərbaycanda elə bir biznesmen ola bilməz ki, o maliyyə problemi olmasın. Mən heç o bankdan istifadə etməmişəm. Yəni bunu belə yaxşı səslənsin, yəni belə pis başa düşülməsin, amma belə deyək də, Allah mənə heç vaxt yolumu ora salmayıbdır. Yəni heç bir biznesimdə çətinliklərim də olsa, hətta bəzən qəlbimdə ona bir meyl etsəm də, dolayısıyla Allah yolumu açıb və düzəldib, o sıxıntını başqa bir yolla, kimisə dəstəyi ilə və yaxud da borc alma ilə bunu həll etmişik. Maliyyə problemi var, amma insanlar dediyim kimi əvvəlcədən gələcək üçün vizyonlarında yaratmaq istədikləri şirkəti öncədən maliyyə hesabatlarında eləməlidirlər və bilməlidirlər və gözləntiləri hansı şəkildə olmalıdır. Biz bəzən birdən-birə çox böyümə yolu tuturuq, amma daha qısa yolla, daha çox çalışmaqla, hissə-hissə, addım-addım, yəni müəyyən şeylərə, uğurlara və yaxud da deyək, inkişafa çıxa bilirik, gedə bilirik. Ona görə də maliyyə çətinliyi ölkə sahibkarlara maliyyə dəstəyi göstərir. Amma bunu bir, dövlətin sahibkarlıq fondu vasitəsilə keçirir, 2, banklar vasitəsilə keçirir. Banklarda faizlərin yüksək olduğu, buna biz hər zaman bunu görmüşük. Biz sahibkarlara bundan bağlı maarifləndirmə işləri də aparanda və daha çox, daha yaxşı hissələrdə öz müxtəlif vəsaitlərini bir yerə birləşdirən insanların qoyduğu maliyyə resurslardan istifadə edərək də bu inkişafı əldə etmək olar. Amma maliyyə məsələsi həqiqətən də Azərbaycanda ciddi bir problem olaraq görülür. Siz bildiyim qədər KOBE-də də çalışmısınız və bəzi dövlət qurumlarında çalışmısınız. Oradan müraciət edən deyək ki, hansı şirkətlər olarmı? Onların ən çox çətinləşdiyi problemlər nə olurdu ki, bizneslərini sona qədər apara bilsinlər? KOBE, bəli, Kiçik Biznes İnkişafı Agentliyi demək olar ki, yaranan gündən 2018-ci ilin noyabrından mən ora getmişəm. 2019-cu ilin yanvarın 1-dən vəzifəyə təyin olmuşam. İlk gündən də maksimum şəkildə çalışmışam. Həm özüm biznesin içərisində olduğum üçün, çətinlikləri və problemləri bildiyim üçün sahibkarla daha rahat anlaşa bilmişəm. Onların dilindən həmən anlamışam. Yəni bir məmur kimi deyil, bir dövlət nümayəndəsi kimi deyil. Bir biznes
adamı kimi yanaşmışam onlara. Biznes baxışından. Biznes görürsən. baxışı ilə, bəli, hə. Çünki dediyim kimi onların qarşılaşdıqları problemləri görmüşəm. Əksəriyyətin ilk başda mən həm onlara dəstəklə bərabər müəyyən tövsiyələrdə də, yəni belə yaxın olduğumuz və yaxud da olmadığımız insanlara da tövsiyələr etmişik. Əksəriyyət elə problemi maliyyədə görüblər. Əgər bizim 100 minimiz olsaydı, biz bununla bu işi görərdik və belə yaxşı mənada partladardıq. Bəzən də bu hissələrdə biz onlara izah eləmişik ki, xeyr. Sizin biznes planınız yoxdur. Sizin əlinizdə sadəcə bir ideya var. Bu ideyanın formalaşması üçün siz heç bir komandaya malik deyilsiniz. Yaxşı bir komandanın formalaşması və olması lazımdır. Hesabatlar siz bunları, yoxdur. bəli, yəni siz bunları əldə etdikdən sonra bazar araşdırması yoxdur. Bazar araşdırması etmişsiniz. Hansı fəaliyyətlə məşğul olacaqsınızsa, birinci bunun bazar araşdırmasını həyata keçirməlisiniz və ondan sonra maliyyə ən vacib, belə deyək, sütunlardan biridir. Amma sonda gələn... Onu xodlamaq üçün maşını hazırsan, sonra xodlayırsan. Bəli, ki, benzini tökəcəksən, xodlayacaqsan. Və sahibkarlarımız bəzən bundan razılaşan da olur, razılaşmayan da olur. Müxtəlif yerlərə baş vururlar, plansız şəkildə banklara müraciət edirlər və sonra da uğursuz olur əksəriyyəti və bunu bir çox amillərə bağlaya bilirlər. Sadəcə olaraq mənim işlədiyim dövrdə də, Kobiyada biz bir inkişaf dövrü yaşadıq. Həqiqətən də Kiçik Ölkə Biznes İnkişaf Agentliyi Azərbaycan sahibkarlığına yeni bir nəfəs gətirdi. Biz komanda olaraq da həqiqətən də insanları çalışırdıq ki, onları dinləyək, qarşılaşdıqları bürokratik əngəllərlə bağlı məsələlərdə dəstək göstərək, digər dövlət qurumları ilə onların əlaqələndirməsini həyata keçirdək, problemlərini görək, izləyək və onların yanında olaq. Bunu çoxu da hiss edirdi. Yəni bunu hər kəsə şamil etmək olmaz, bunu çatmaq da olmurdu bəzən, amma müraciət edən əksəriyyəti, ən azından onların dərdlərini dinləyən, onlara doğru yol göstərə bilən və bizneslərində qarşılaşdıqları problemlərlə bağlı məsələlərdə dəstək göstərirdik. Müxtəlif sahələrdə müxtəlif şəxslər olurdu. Yəni xidmət sahəsindən tut, istehsal sahəsinə qədər startaplar. İçərisində həqiqətən də bu dövr ərzində yaşadığımız, bərabər yola çıxdığımız, uğurlu olan istehsal sahəsi də açan, xidmət sahəsi də açan, restoranlardan, kofe shoplardan və yaxud da ki, digər məsələlərdən ibarət sahibkarlarımız var idi ki, bizim üçün bir uğur olurdu. Yəni onların uğurunu biz sevinirik. Yəni tekstillə bağlı olan sahələr olurdu ki, biz onların o uğurunun yanında artıq bunu öz uğurumuz kimi də hesab edirdik ki, həqiqətən biz buna sıfırdan müəyyən dəstək göstərdik. Sizin yanınızda böyüyürdü elə bir ki, genişlənir. Gözümüzün qabağında belə deyək də, bizim onu bir təkanla, bir itələməklə. Burada fərdi şəxslərin, yəni biznesmenin xüsusi yanaşması olmalıdır. Savadı olmalıdır, bacarığı olmalıdır, networkingi çox vacibdir burada. Yəqin ki, Orxan bəy bununla bağlı danışacaq. Dünyada bu sistem belədir. Yəni, yaxşı, uğurlu sahibkarın mütləq yaxşı networking olmalıdır. Mütləq yaxşı bir biznes şəbəkəsi olmalıdır, əlaqələri olmalıdır. Vacib amillərdən biridir. Biz bunu təşviq edirdik və Azərbaycanda bir neçə, hətta bunun birini də Kiçik Ölkə Biznes Subyektləri və Klublar Assosiasiyasında həm təsislərindən biri idim, qurucularından biri idim. Yəni bu sahədə də o şəbəkələşmənin bir həyata keçirilməsi, onların problemlərini dinləmə və doğru yol göstərmə. Müxtəlif şəkildə xarici bazarlara çıxmaq üçün istehsal etdiyi məhsulların xarici bazara çıxmaqla bağlı sahibkarların hamısının çətinliyi var idi. Bəli. Yəni biz buna müxtəlif toxunuşlar edirdik. Yaxın Türkiyədə, Rusiyada, Ərəbistanda, məsələn Dubayda. Aspromanın özünün də fəaliyyətləri var. Asproma da bu sahəyə məşğul olurdu. Bəli, bizim də nizamnaməmizdə əslində ixracın təşviqi ilə bağlı məsələ Aspromanın üzərində idi. Amma bizim də nizamnaməmizdə bu qanunvericilik bizim üzərimizdə var idi deyə. Mən onu istifadə edirdim. Mən baxdım ki, mikro kiçik sahibkarlığın istehsal etdiyi məhsulların xarici bazarlara çıxması ilə bağlı bizim üzərimizdə hər hansısa bir tapşırıq qoyulub, nizamnamədə bu var. Mən onu istifadə etdim və xarici bazarlara çıxışdan və orada sərgilərin təşkili ilə bağlı kifayət qədər böyük sərgilər təşkil elədim. Bəli. Əslində mən bu barədə məlumatlıyam. Mən ulduz şirkətində çalışanda, beynəlxalq satışlara baxanda, orada elə bəzən bura gələn fərqli ölkələrdən gələn biznesləri bizə əlaqələndirirlər və bəzən bu Kobe tərəfinə əlaqələndirirdi və çox bu gözəl bir sistem idi, mən düşünürəm. Gözəl, əla. Biz bəzi məqamlara yenə toxunacağıq. Təşəkkürlər. Belə bir şey də deyim ki, ümumiyyətlə düzgün yanaşma çox mühümdür. Dünənki pis günə görə bugünkü günü korlamağa ehtiyac yoxdur. Və çətinliklər olanda ən böyük cəsarət kömək istəmək qabiliyyətidir.
kömək, kimdənsə tövsiyə istəyə bilərsən, kimdənsə borc istəyə bilərsən və yaxud maddi dəstək. Ən böyük bizim kömək istəməyimizsə, bütün köməkləri bizə nəsib edən Rəbbimizdəndir. Ki, ondan istəyirik ki, bizim çətinliklərimizi həll etsin. Orxan bəy, bütün bu networkingi siz qurdunuz. Networking Azərbaycan bu bir klubdur. Burada bildiyim qədər minlərlə, yüzlərlə şirkətlər şəbəkələşir, əlaqələr qurulur, birlikdə bir iş görürlər və s. və axır. Bu necə oldu? Buradakı çətinliklər və ümumiyyətlə biznesdə olan çətinliklər nədir və bunları necə həll etmək olar? Deməli, bu çətinliklərin sual ondan idi bayaq ki, birinci sual ki, çətinlikləri necə qarşılayaq və ümumiyyətlə nə eləməliyik? Mən düşünürəm ki, birinci səbirli olmaq lazımdır. Bu çox vacibdir. İkinci iradə çox güclü olmalıdır. Mən elə düşünürəm ki, və bir çox sahibkarların problemlərindən biridir ki, onlar bir yerə çox fokuslanmırlar və uzun müddətli də baxmırlar. Bir işi uğurlu olmaq üçün uzun müddət bir yerə vurmaq lazımdır. Bunu mən özüm də təcrübədən keçmişəm. Su və daş misalı kimi. Bəli, uzun müddət bir yerə vurduğu halda orada uğur qazanmaq şansı var. Təbii ki, qısa uğurlar da olur. Yəni hər kəs bilir ki, qısa bir müddətdə pul qazanmaq, biznes qurmaq, uğur qazananlar da var təbii ki. Amma bu həmişə olmur və uzun illər bir işlə məşğul olduğu halda uğur qazanmaq şansı çoxalır. Buna disiplin deyək. Demək olar. Və davamiyyət, bəli. Misal üçün və iradə çox vacibdir. Bunun mən iradəni adətən özüm üçün nə ilə müqayisə edirəm? Mən qaçışla məşğulam və hər il son 3 ildir ki, Bakıda keçirilən yarım marafonlara qoşuluram. AZS-nin təşkil etdiyi marafon deyirsiniz? AZS sponsordur sadəcə. Onu AZS təşkil eləmir, o sponsordur. Bəli, və o marafonlarda qoşuluram və marafon qaçıram, yarım marafon deyək də. Onu qaçanda müəyyən tutam ki, bunu başlayırıq bayraq meydanından, gəlirik Ağşəhərə çatanda mənim həmişə ağlıma belə bir şey gəlir ki, sən bu nəyə lazımdır? Get evə. Yəni bütün bədən əsirdir artıq da. Bu stresi sənin bədən daşıyır. Elə bir ki, bədən ya beyin sənə deyir ki, get evə, hamı saat bazar günü səhər saat 8-9-da. Görən də olmayacaq. Get evə, otur, televizora bax, nə bilim bir istirahət elə. Və orada artıq burada bir beyində proseslər gedir ki, yox da, yəni mən bunu sona kimi yəni qaçmalıyam. Burada artıq iradəni qoşmaq lazımdır. İkinci nəfəs açılır. İkinci nəfəs açılır. İradə güclü olmalıdır. Sən onu qoşduğu halda gedib çatırsan həmin o hədəfə. Biznesdə də elədir. İşləyirsən, müəyyən bir məqamlarda deyirsən ki, sənin bu nəyə lazımdır da. Yəni mübariz olmaq lazımdır və təslim olmaq lazımdır. Bəli, təslim olmaq lazımdır. Və bunu məncə bu iradənin güclüyündən güclü olmalıdır iradəni inkişaf elətdirməlisən. Yəni onun necəsə mütəmadi olaraq öz üzərində işləməlisən ki, sən belə şeylərə pes etməyəsən də, necə deyirlər, təslim olmayasan. Onda anladığım qədərilə biznes elə bir növ biznesmenin özünə oxşuyur. Yəni biznesmen özü iradəlidirsə, disiplinlidirsə, onun biznesi də o şəkildə formalaşır. Bəli. Və dediyim kimi mənim üçün yenə də biznes hələ bir marafondur. Sən marafon qaçırsan. Arada yıxıla da bilərsən, arada geri qala da bilərsən, arada qabağa da gedə bilərsən. O hər şey sənin özündən, hazırlığından, bədənindən və iradəndən asılıdır. Bədəndən çox daha çox beyindir. Yəni burada uğurlu insanların əksəriyyətinin onların vizyonu, onların beyninin təbii ki, nə formada başqalarına fərqli işləməyinin nəticəsidir ki, kimsə uğurlu olur. Çünki anda olanda hamı eyni olur, amma kimsə uğurlu olur, kimsə uğursuz olur. Bu beynin bir məhsuludur adətən. Və çalışma. Qaçanda da yəni bədən yox, beyinə qulaq asmaq lazımdır. Beyin diktə eləməlidir bədənə ki, bədən deyir ki, mən yoruldum. Beyin ona deməlidir ki, yox da sən davam eləməlisən. Bu həm marafonda, həm də ki, biznesdə. Çətindir, alınmır. Okey də onda beyin gərək beyni qabağa salmaq lazımdır. Beyin üstələnməlidir bədəni. Mən elə düşünürəm də, həm biznesdə, indi biz iki tərəfli danışırıq. Həm də həyatda. Çünki ölüm yoxdursa, əgər beyin deyir ki, döz biraz da, yəni burada olacaq, düzələcək. Bir də məncə düşünürəm hədəflər. Yəni hədəf ora çatmaqsa, günün sonunda deyək ki, mən onu etdim deməkdirsə, və ya biznes etdim və marafondan sonuna çatdım və bu hədəf alidirsə, mən düşünürəm ki, insan beyni də belə hətta boy versə,
hətta ayaqları belə, bədəni belə, hətta bütün resursları bitsə belə o hədəfə görə məncə çalışaram. Normalda bizneslərdə də məncə uğurlu bizneslər də məncə elə şəkildə gedir. İndi başqa bir ikinci suala keçməyə çalışacağım. Ümumiyyətlə deyilir ki, tək əldən səs gəlməz. Və toplumda bir bərəkət var. Yəni şəbəkələşmədə bir bərəkət var. Və eləcə də dostunu görsə, sənin kim olduğunu bildirəcəm. Ona görə də doğru şəbəkələşmə, doğru insanlarla şəbəkələşmə çox mühümdür. İndi Hikmət bəy, sizcə biznesdə şəbəkələşmə və yaxud networking nə qədər önəmlidir və nəyə lazımdır? Bundan öncə qeyd elədim ki, mütləq biznesdə, mütləq sahibkar networklə əlaqəli olmalıdır. Yəni şəbəkələşməlidir, mütləqdir. Bu yəni biznesin uğurlarından biridir. Heç kim bunu kiçik görməməlidir. Həqiqətən də bəzən insanlar deyir ki, "Aşı getdik, ona mənə vizitka verdi, yığdım qədər vizitka ilə gəldim." Yəni bu o deyil. Bu insanlarla ünsiyyət formasıdır. Bu bir enerjidir. Yəni insanlar həqiqətən də özünə oxşayanı özünə çəkə bilirlər. Yəni münasibətlər də adətən belə yaranır. Bu həyat dostluqları içərisində də belə olur. Bu biznes münasibətlərində də belə ola bilər. 100 adamla iş görürsən, amma baxırsan ki, nəticədə son yenə 1-2 nəfərlə bu işə davam edirsən. Amma bu o demək deyil ki, insanlardan bir bilsən də yenə də 100 bilsən də bir biləndən mütləq öyrənməlisən. Və sənin yeni tanışdığın insanlar sənin həyatında xüsusi bir dəyişiklik olur. Hə, bizim yəni bir müsəlman olaraq yanaşmamızdakı məsələ. Mən də buna çox belə radikal deyil, amma bəzən qarşılaşdığım insanların sekulyar olması, yəni dinlə bu işlərin heç bir əlaqəsinin olmamasını qabartması, yəni xoş gəlməsə bu belə deyək də bu məcburiyyət deyil, amma bir reallıqdır. Reallıqdır. Və biz bu insanları həyatımızdan kənarlaşdıra bilmərik. Bəli. Bizim ailəmizin fərdin içərisində bu adamlar əgər girmirlərsə, iş həyatımızda çox ciddi bir yeri əhatə etmirlərsə, o zaman bunlarla da bizim münasibətlərimizi doğru, yəni saxlamalıyıq. Biz adətən baxırıq, deyirik ki, ya bu mənə uyğun deyil, ya bu məsəl üçün də, yəni baxışlarımız və fikirlərimiz üst-üstə düşmür. Mən bununla münasibətləri kəsirəm. Bu belə olmalı deyil. Əslində bizim Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də həmişə insanların içində olub və bazarlarda olub, yəni insanlarla görüşüb, Məkkənin idarəçi insanlarla görüşüb və onlar iman əhli olmayıb, onlar Allaha şərik qoşan insanlar olub. Amma hətta bir gözəl bir nümunələrdən olub, bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm yanına bir böyük bir iş adamı gəlir, bir qəbilə başçılarından böyük bir iş adamı gəlir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm oturduğu yerdə öz paltarını götürür, həmən insanın altına sərir, həmən insan orada əyləşir. Həmən insan yerincə iman gətirir. Yəni bu nəzakətdən, bu davranışdan o elə bir hala gəlir ki, bununla iman gətirir. Halbuki iman gətirməyə gəlməmişdir ora. Ona görə biz bəzən həmən o şəbəkələşmədə öz dəyərlərimizi doğru şəkildə göstərə bilsək, bəlkə də qarşıdakı insan da onu qəbul edə bilər. Gecə və yaxud tez. Necə düşünürsünüz? Razıyam. Rusiyada jurnallardan birində səhvimsə Aganyokda belə bir yazı var idi. Bu daha çox türk cəmaatının ora getdikdən sonraki münasibəti idi. Ailədə məktəbə getdikdən sonra Rus ailəsində böyümüş bir uşağın ailəyə qarşı münasibəti dəyişməyə başlayır. Anasına hörmətlə davranır, atasına hörmətlə davranır. Bu çox belə viral olmuşdu o vaxtda da. Adama görə nə baş verdi ki, bu uşaq belə, yəni avaraydı, paltarını yığışdırmazdı, evə girəndə təpiklə qapını açardı. Amma nə oldu ki, bu uşaq birdən-birə dəyişdi? Və sonra bunu görür ki, oradakı müəllimlərdən bu tərbiyəni, bu şeyi, ilhamı belə deyək, alır onlardan, bəli. Və bu həqiqətən də o adama görə siz bunu necə bacarırsınız? Biz sadəcə olaraq dinimizi yaşayırıq və onu tətbiq edirik. Bunun kimi dünyada milyonlarla, yəni biz nümunə göstərə bilərik ki, həqiqətən də gözəl əxlaq, yəni həyatın özüdür. Hətta bilirsiniz, çox məşhurdur. Ayşə anamıza sual veriləndə ki, Peyğəmbərimizin əxlaqı nə idi? Onun əxlaqı Quran idi və Allah Quran-Kərimdə yenə də biz səni ən gözəl əxlaq üzrə göndərdik, yaratdıq deyə. Əslində biznesin özündə də bir
əxlaq var. Yəni business ethics deyirlər. Bu da sənin müştərilərlə, sənin rəqiblərinlə davranmağındır. Əlbəttə ki. Bu ya mövzular bunun içərisində mənim çalışmışam ki, maksimum şəkildə özüm həyatımda, biznesimdə bunları tətbiq edim. Yəni məsələn bu yaxınlarda yaxın bəy haqqında danışıb biz dostumuz mənə gəldi. Məni dəvət elədilər. Dedilər ki, mənim məşğul olduğum bir sahə var. O sahə sahibi də layihə verib, layihəni işləyir. Layihə kifayət qədər böyük layihə idi. Mən həm bunun belə bir tələm-tələsik olmasından bir xırda bir şübhə oldu. Niyə birdən-birə nə oldu ki, niyə mən filan. Bu başqa da bunu hesablatdırıblar filan. Sonra aralarında yaranmış bir xırda bir nüansdan, bir narazılıqdan adamlar o adamı tərk etməzdilər. Mən avtomatik bilirdim ki, əgər həmin sahədə məni tanıyırlar, həmin sahədə mənə çıxacaqlar ki, sən bizim layihəmizi əlimizdən alırsan. Bir dəqiqə səbirli olun. Qoyun bunu mən bir belə deyək də axırına tapım ondan sonra. Həqiqətən də adamlar mənə çıxdılar, dedilər ki, bəs eşitmiş ki, sən bu işi üstlənmisən, götürmüsən falan eləmirsən. Dedim, xeyr, mən onu götürməmişəm. Mən ona məsələ nədir? Mən təkrar o adamların özlərini birləşdirdim, barışdırdım. Dedim ki, siz götürün bu işi, özünüz eləyin. Yəni mənə lazım deyil. Bizim Səbəbimiz Sakit müəllim şahid idi məsələnin içərisində. Və yaxud da ki, başımdan bu yaxın illərdə çox böyük bir məsələ keçdi. Mən bir adama mənim etibarıma güvənmişdi. Mənim vasitəmlə bir adama bir işin həll olunmasında külli miqdarda vəsait vermişdi. Mən vəsaitini o işin içərisində yox idim. Sadəcə olaraq dolayısıyla məni tanıyırdı adam. Və məbləğ çox böyük məbləğ idi. Yəni kifayət qədər böyük məbləğ idi. Bu adam o adamı aldatdı. O məbləğ adam yoxa çıxdı, adam fırıldaqçı çıxdı. Bu iş qaldı mənim üstümdə. Əslində mən o işdən kifayət qədər də, hətta məsələlərin bir hissəsində mən ondan imtina edə bilərdim. Deyərdim ki, mənimlə əlaqəsi yoxdur. Mənə pul vermisən, mən görmüşəm, görməmişəm. Mən əlaqələndirmişəm sizi sadəcə olaraq bu işi görən adam kimi. Amma vallahi ki, yəni buna çox adam şahid oldu. Mən adama dedim ki, səbirli ol. Burada yəni mən sən mənə etibar eləmirsən, sən mənə güvənmirsən, sən mənə demisən ki, bax mən səni tanıyıram ha, həm tutduğun vəzifədən, həm sənin belə şəxsiyyətindən sənə güvənmişəm. Mən adam vəsaitini borc, xərc, dostların vasitəsilə, satmalı olduğum hər şeylə adam vəsaitini bağladım, qaytardım. Özüm çox böyük çətinliyə düşdüm. Allah bunu mənim üçün asanlaşdırdı. Zərər elədim orada. Bunu mən kəffarə olaraq görürüm. Mən o işin içərisində olmamanın vasitəsilə eləməməli idim. Elədim, amma ən azından vicdanım rahat oldu. Çünki o adamı mən rədd eləyə bilərdim başımdan. Heç bir şey də eləməzdim. Amma yəni, onun sıxıntısı, gərginliyi, mənim əlimdə olan maddi vəsaitim, kimlərəsə ağız açmağım, borclanmağım. Yəni, mən başa düşdüm ki, yəni, mən bir müsəlmanım. Yəni, mənə etibar olunubdur. Mən bu etibarı, yəni, bu maddi bir şeydir. Həyatımda dəfələrlə belə bir şey olub ki, lap belə dibini də görmüşəm bu işin. Belə yaxşı səviyyəsini də görmüşəm. Yəni kasıblıqla varlığın arasında çox belə varlı da olmamışam, amma çox kasıb olmuşam. Amma bunun içərisində, get-gəllərin içərisində Allah mənə daima yeni qapılar açıbdır. Və mən inanıram ki, insan dürüst olduqca, xüsusən əməllərində və niyyətində Allaha güvəndikcə və niyyəti və məqsədi Allah üçün olduqdan sonra Allah insanı darda qoymaz. Mütləq ona bir qapını bağlayarsa, digər qapını daha xeyirli açar və bu həyatımda bunun kimi kifayət qədər böyük təcrübələr var. Və insanlara da, biznesmenlərə də həm dediyi kimi Orxan bəy dedi, həm səbir, həm əxlaq, həm dürüstlük, yəni maddi olaraq nə itirə bilərik. Amma mənəvi olaraq başımızı axşam yastığa qoyub yatdığımızda və yaxud da ki, müsəlman olaraq Allahın qarşısında durduğumuz bir zamanda nə etdiyimizi özümüz yaxşı bilirik. Və bu hesabatlıq, mühasibə arasındakı məsələdə yəni biz Allaha hesab veririk nəticədə. Ona görə də əxlaqın vacibliyi, dediyim kimi, üsula görə bizneslərin qurulması və bu uğura gətirib çıxaracaqdır deyə düşünürəm. İnşallah. Ümumiyyətlə, siz də qeyd elədiniz, güvəndir, əsasdır burada bu məsələlərdə. Ümumiyyətlə, insanlar güvənə biləcəyi və inana biləcəyi insanlarla iş görür və sənin varlığın insanlara bir dəyər gətirirsə, onlar sənin varlığını arzulayır. İndi, Orxan bəy, bu şəbəkələşmə nə faydalar gətirir insanlar? Niyə biznes sahibləri şəbəkələşsinlər? Hikmət bəy bayaq dediyi kimi, hər bir biznesmenin həyatında networking əlaqələr bir instrument olaraq istifadə olunmalıdır. Çünki sənin bacarıqların var, pulun var,
hər bir yəni biznesə lazım olan resurslarım var, amma networking də sənin üçün bir plusdur və bunu da bir instrument olaraq istifadə etməlisən. Məsəl üçün götürək 2 dənə restoranı. Biz ikimiz sizinlə tam ki restoratırıq. İkimizin də restoranımız var. Xidmətimiz eynidir. Lokasiyamız yuxarı, aşağı eynidir. Yeməyimizin ikisi də dadlıdır, amma bizim aramızda fərq odur ki, mənim əlaqələrim genişdir, siz introversiz, sizin əlaqələriniz geniş deyil. Sizcə kim daha çox üstün olacaq? Təbii ki, əlaqəsi geniş olan. Ona görə bu əlavə bir instrumentdir və iş adamları, sahibkarlar da bu instrumentlərdən düzgün istifadə etməlidir. Biri var sən müştərini tanıyırsan, bir də var sən iş adamlarını tanıyırsan. O deməkdir ki, sənin əgər bir obyektin varsa, bir iş və yaxud xidmətin varsa, B2B həmən şəbəkələşmədən müştəri ala bilərsən. Eyni şəkildə hansısa bir xidməti daha ucuz qiymətə həmən o şəbəkədən xidmət verən bir şirkətdən ala bilərsən və başqa faydalar var, düzdürmü? Bəli. Faydalar desək, başqa kimi faydalar da məsələn bir kluba girməkdə. Birincisi əlaqələr və networking tək biznes yönümlü deyil. Adam var ki, öyrənir, sosiallaşır, inkişaf eləyir. O demək deyil ki, sən hər hansı bir tədbirə qoşuldunsa və yaxud da çevrən genişdirsə, indi tədbiri qoyuram kənara. Bir çevrən var. O çevrədəki bütün insanlarla iş görməyə məcburiyyətində deyilsən və o da alınmır zaten. Və sən orada müəyyən insanları seçirsən və o insanları yoxlayırsan, o insanlarla iş görürsən. Mən arada ümumiyyətlə əlaqələri, networkingi bir kitaba bənzəyirəm. Bizim həyatımızda çoxlu kitablar oxuyuruq, misal üçün. Amma o kitabdan ikisi, üçü sənə təsir edir. Sən o ikisi, üçünü bəyənirsən və o ikisi, üçü, yəni 100 kitabdan ikisi sənin həyatını dəyişə bilər. İnsanlar da elədir. Sən çox adam tanıyacaqsan, yüzlərlə, minlərlə adam tanıyacaqsan, oradan ikisi, üçü ilə iş görəcəksən və ikisi, üçü sənin həyatını dəyişəcək. Amma o 2-3 kitabı tapmaq üçün sən 100 kitab oxuyursan. Əlaqə də elədir. Həmin o 2, 3, 5, 10 nəfər tapmaq üçün sən 100 adam tanıyacaqsan. Networking də belədir. O kitab misalından bəzən hansısa bir kitabda oxuduğun bir misra bəlkə də bir 10 il sonra sənin xeyir və bir vəsilə olur da. Ona görə onu oxumalısan, onu keçməlisən, onu insanı tanımalısan. Doğrudan da bəzən 10 il öncə tanıdığın insan elə bir gündə gəlir səndən rastlaşır və sən deyirsən, ay Allah, mən o vaxt heç fikirləşmirdim ki, də tanış oldum və s. Amma elə bir məqamda sənin kimi və böyük bir güclü bir əlaqələr yaranır. Eyni şeydir biznesdə. Və əvvəl misal üçün 10 il qabaq, indi bəlkə də siz daha yaxşı bilərsiniz, 5 il, 10 il qabaq siz gördüyünüz şirkətlər bir başqa bir səviyyədədir, başqa bir leveldadır. Əvvəl sən buna elə də güclü bir əməkdaş kimi, elə bir güclü bir biznes partnyor kimi baxmırdınsa, bu gün deyirsən ki, kaş ki o vaxt mən onunla güclü əlaqələr qurardım. Yəni düşünürəm ki, şəbəkələşmənin də rolu çox şirkətlər üçün, xüsusən də kiçik və orta şirkətlər üçün belə ola bilər. Çünki kiçik və orta şirkətlər sabah böyük bir şirkətə çevrilə bilər. Söhbət tək orta və kiçik şirkətlərdən və biznes həyatdan getmir. Ümumiyyətlə şəbəkələşməni məktəbdən başlamaq lazımdır. Çünki bir çox insanlar uğurlu olduğu halda sən görürsən ki, onun ətrafında onun sinif yoldaşları, tələbə yoldaşları olur. Ona görə düşünürəm ki, insanlar ümumiyyətlə məktəbdən artıq düzgün formada tələbə yoldaşları ilə, universitet yoldaşlarla düzgün əlaqə qurulmalıdır. Çünki onun həmin əlaqələr daha bərk olurlar və daha uzun müddətli olurlar. Hər kəsin tələbə yoldaşları var ki, onlarla sən başqa leveldə danışırsan, nəinki 5 il tanıdığın bir şəxslə. Ona görə əlaqələrə tam əvvəldən fikir verməliyik. Bəli. İndi buyurun nəsə. Azərbaycanda şəbəkələşmə ömrü çox yenidir yəni. Yaşı çox azdır. Azərbaycanda ilk dəfə bu sistemi quran İpək Yolu İş Adamları Birliyi olub. Hətta jurnalları var idi. Bəli. Bu məşhur bildiyimiz cəmaatın bir belə deyək, qurduğu bir şəbəkə idi, fəaliyyət idi. Zaman qəzeti bu da çox böyük önəm daşıyırdı və önünü daşıyanlardan biri idi. İndi onun belə deyək də bünyəsində Azərbaycanda başqa bir şirkət bu işlə məşğul olur, fəaliyyət göstərir. Və 2015-ci ildə biz bir dostumuz var bizim, Baba Ağayev, Vizamaz şirkətinin qurucusudur. Startaplarla məşğuldur, kifayət qədər uğurlu gəncdir. Biz 2015-ci ildə ilk tanışdığımızda biz kiçik və orta sahibkarların görüşü deyə bir networkingimiz var idi. Təxminən həftədə bir dəfə keçirirdik bunu. Mən orada belə biraz da həm iş adamı kimi, həm də investor kimi çıxış edirdim həmişə. 20 nəfər, 30 nəfər,
yeni startaplar, yeni işə başlayanlar, nə bilim yeni nəsə etmək istəyənlər və ya da hansısa bir fəaliyyətlə məşğul adamları bir yerə toplayırdıq və çox maraqlı bir həqiqətən o dövrdən bu yana bir 10 gün bundan öncə məni bir tədbirə dəvət eləmişdilər. Çoxdan o dövrdən bu tərəfə görmədiyim adamlarla qarşılaşdıq. Yəni 2015-16-cı illərdə, ilk illərdə nostalji bir hisslər. Bəli, o adamları təkrar görməmişəm. Hələ də davam edirlər müxtəlif sahələrdə. Müxtəlif adamlar, bəziləri də tanınır, kifayət qədər tanınır. Amma bizim həyatımıza kifayət qədər yaxşı təsir göstərdi. Biz bu adamları tanımışıq. Yəni bir çoxu ilə həyatda yollarımız kəsişib. Dəstək olmağa çalışmışıq. Yəni dəstək olduğum üçün özümü çox xoşbəxt hiss eləmişəm. Amma sahibkar biznesmen ağıllı olmayla bərabər də araşdırmalıdır, savadlı olmalıdır, oxumalıdır. Dünya belə deyək trendini izləməlidir. Nə baş verir? İnsanlar bura necə gəlir? Düzdür, biz Amerika ilə bəzən qərblə bunu biz qarşılaşdırırıq. Yəni biz həm düşüncə olaraq bir şərq düşüncəsi içərisindəyik. Nə qədər insanlarımız Avropada oxusa da, qərbdə təhsil alıb gəlsələr də, amma bir mentalitet bir şərq düşüncəsi içərisində formalaşır. Biz daha çox etibara, sözə, dostluğa, qohumluğa söykənən insanlarıq. Amma bu o demək deyil ki, siz burada boşluğa yol verəcəksiniz. Mütləq savadlanmaq, insanlar dünyada baş verən hadisələr, biznesmenden söhbət gedir. Dünyada baş verən hadisələri izləmək, onlardan məlumatlı olmaq, həyatlarına və iş yerlərinə tətbiq etmək, yeni trendləri öyrənmək, əməkdaşlarına önəm vermək, əməkdaşlarının inkişafını həyata keçirtmək ən vacib məsələlərdən biri budur. Çünki bir sahibkarın işində uğurlu olması və yaxud da inkişaf etməsi mütləq onun komandasına təsir göstərir. O komanda üzvlərinin də belə sosiallaşmaya çıxması, yeni təlimlərə qoşulması, yerli və xarici təlimçilərdən, koçlardan bunları alması. Yəni insanlar bəzən hər kəs öz üzərinə çəkir, özü öyrənməyə çalışır. Amma bu bir mənalı şəkildə komandaya yönəlməlidir. Komanda öyrənməlidir. Komanda irəli çək. Komandakı insanlar düzgün araşdırılmalıdır. Kimin nəyə qadir olduğu bilinməlidir. Hansı işçi nəyi yaxşı görə bilər və bunun kapasitesi nədir? Yəni bu mütləq dəyərləndirilməlidir. Bunu necə daha necə deyim, motivasiya edə bilərik ki, o mənim işimdə yaxşı təsir verə bilsin, yaxşı göstəricilər verə bilsin. Gözəl. Bu düşünürəm ki, vacib məsələlərdən biridir şiddətə. Həm də ki, çalışmasız qeyd elədiniz. Ümumiyyətlə, tənbəl insanlar elə düşünür ki, onlar az iş görməklə uğura çatacaqlar. Uğurlu insanlar isə əlində olan hər bir şeyi edir, amma yenə düşünür ki, az iş gördü. İndi Orxan bəy, bizneslər sizcə... Və yaxud da ki, düşünür ki, çox iş görməklə çox uğur əldə edəcək. O da yanlışdır. O da bəzən yanlışdır. Ağılla və doğru zamanda, doğru yerdə. İndi Orxan bəy, necə düşünürsünüz? Bizneslər necə inkişaf etsin? Çox belə geniş bir sualdır. Necə inkişaf etsin? İndi sizin yanaşmağınız. Mən yenə də qayıdıram o qaçmaq mövzusuna da. Çünki o mənim üçün çox... Çünki biz qaçırıq. Bu dəqiqədə qaçmaqdan gəlirəm. Qaça-qaçdayıq. Bu dəqiqədə qaçmaqdan gəlirəm. Mən axırıncı dəfə marafona qoşulanda, marafona hardasa 21 kilometr, yarım marafon 21 kilometrdə, 19-20-ci kilometr idi artıq. Dedim çatıram, az qalıb hədəfə. Bəlkə sürətimi azaldım və gedim də, qaçmayım, yürüyərək. Və sürətimi azaldıb, dedim gedərəm deyəndə gördüm ki, mən artıq yıxılıram. Yəni yıxılacam, çünki bədən artıq 20 kilometrdə eyni templə qaçır. Mən tempi dəyişsəm mən yıxılacam. Və gördüm və toparladım və davam elədim qaçmağa və başa düşdüm ki, yəni budur. Biznes də elədir. Yəni dayanmadan hərəkət eləmək, tempi saxlamağa çalışmaq və yaxud da tempi artırmaq olar. Dayanmamaq. Yəni bir sözlə. Velosiped prinsipi də. Dayanmamaq. Pedalı hərrə. Bəs yaxşı. Deyək ki, siz gedirsiniz bir marafon misalı və yaxud bir maşın misalı və yaxud hansısa bir çalışma misalı. Amma qardaş, yəni alınmır da bu. Yəni getmir, motor çəkmir. Necə eləyək ki, gələn dəfə, bu dəfə uğursuz oldu və yaxud harca bir istirahət edim və yaxud hansısa bir dəyişiklik eləyim, o transformation deyirlər də, dəyişiklik eləyim ki, mən heç olmasa yarı yoldan düz yola
düz tərəfə gedə bilim də. Yəni inkişaf edə bilim. Bu inkişaf yolları necə ola bilər? Deyək ki, mən bu nöqtədəyəm. Buradan bura qədər qaçmışam. Bütün marafonlara axır qədər çatmışam. Sabah nətər edim ki, 40 kilometr qaçım. Biznesdə belə bir ümumiyyətlə həyatda belə bir şey var ki, insan gəlir bir özünün pikinə çatır, öz patoloquna dirənir. Artıq nə biznes inkişaf edə bilir. Mən düşünürəm ki, bunun əsas səbəbi təbii ki, ya sahibkar ya idarəçidə görmək lazımdır. İnsan özünü inkişaf elətdirməlidir ki, onun biznesdə inkişaf eləsin deyə düşünürəm. Özünü yandırır da bir növ. Bütün nə resursları var yandırır da, belə düz anlayıram. Bəli, bəli. Tam olaraq artıq bu sahibkar və yaxud da bu idarəçi bura kimidir. Buradan sonra və başqa bir adamın gətirmək olar biznesin başına ki, artıq başqa bir vizyonu olsun. Çünki mən işi bura kimi görə bilirəm. Bunu Qabiliyyətim bu qədər. Mənim qabiliyyətim bura kimidir. Başqa levela çatdırmaq üçün artıq mən yox, bura başqa bir adam gətirmək lazımdır. Deyə düşünürəm. Yəni əgər bu sualınızın cavabı budur. İkinci məsələdə mən bayaq siz danışanda götürək uğurlu insanları, məsələn, onların həyatlarını araşdıranda, baxanda onların güclü iradəsi var. Yəni əsas onların güclü iradəsi o 100 dənə qapı döyürlər. 100 qapı, yəni minlərlə qapı döyürlər və biri ikisi açılır və artıq biz onların adını burada belə eşidirik. Yəni xaricdə iş adamıdır, amma biz onu eşidirik. Çünki o minlərlə qapı döyüb. Bizimkilər isə elə deyil. Bizimkilər deyəndə ki, müəyyən insanları götürək, elə deyil. Onlar bir dəfə, iki dəfə qapını döyürlər, görə açmırlar, çıxıb gedirlər. Məncə burada və yaxud da ki, ego imkan verir. Ya da ki, ego o da var ki, ego mən. Amma sadəcə mən düşünürəm ki, uğurlu insanların həyatını daha çox araşdırmalıdır. Gənclər, şəxslər, hamı və oradan bir ibrət götürməlidir. Bəzən də o misal basketbolçu 1000 dəfə atır ki, sabah oyunda 10 dənəsini ata bilsin, yəni. Bu çalışmadan keçir də hamısı. Bəli. İndi belə bir şey deyim, çalışmamağın əksər belə deyək də, əksər hallarda apardığı bir şey. Ümumiyyətlə inkişaf etməyəndə də belə deyək, biz görürük ki, inkişaf olmur və bir peşmançılıq yaranır. Yəni ən böyük peşmançılıq isə insanın edə biləcəyi şeyi vaxtında etməyəndə olur. Və yaxud əlində düşən bir fürsəti, əlində olan bir fürsəti istifadə etməyəndə olur. Düzgün dəyərləndirmir. Bəli və biz də əgər bugün çatmaq istədiyimiz şeyə çatmaq istəyiriksə, dünən etmədiyimizi gələ bugün eləyək. Ona görə Hikmət bəy, siz nə düşünürsünüz? Biznes nətər inkişaf eləsin? Ümumiyyətlə sizin misallarınızdan, nümunələrinizdən. Valla elə böyük, belə uğurlu bir biznesmen və yaxud da ki, özümü hesab etmədiyim üçün çox da, mənim üçün bu çoxlar danışdığımız şeylərin çoxu nisbidir. Yəni, əlbəttə ki, uğur özü də bir nisbi anlayışdır. Baxır, kim bunu necə anlayır? Yəni, ona birincisi baxmaq lazımdır. Yəni, əgər biz uğuru şirkətin böyüməsində, işçinin sayının çoxalmasında, istehsalın çoxalmasında görürüksə, bu başqa bir məsələdir. Amma bir də insanların xoşbəxt olduğu bir iş yerini formalaşdırmaq, yəni özünü ora aid edən insanları komandanda toplamaq, bu da başqa bir uğurdur. Yəni mənim üçün, mənim fəaliyyət göstərdiyim yerlərdə mən 5 nəfərlə işləmişəmsə, 5-i ilə də mən ən yaxından onları öz iş yerlərində həm bu işə sahiblənmələrini, həm xoşbəxt olmalarını təmin etməyə çalışmışam. Çünki mən başa düşmüşəm ki, mənim arxamdakı komanda məni irəliyə apara biləcək, yəni uğur yəni buradan keçir. Onda belə deyək də, fərdi belə deyək, xasiyyətlərin, fərdi məharətlərin inkişafı biznesin inkişafına da apara bilir. Apara bilir. Orxan bəyin dediyim məsələ var idi də, hansı ki, bir yerə qədər sahibkar gəlir, onun kapasitəsi, ağlı, gücü bitir. Və bu dünyada bu hər yerdə, böyük şirkətlərdə, holdinglərdə transfer edirlər. Hansısa böyük CEO olaraq onu transfer edirlər, işin başına onu gətirirlər, oradan o tərəfini o aparır. Və yaxud outsource edir, başqa bir şirkətdən resursları alır. Yəni daha çox nə olur? Daha çox şirkətlərdən, yəni belə deyək də, onu transfer eləməklə, CEO-nun başına gətirməklə uğuru kimi davam elətdirirlər. Amma Azərbaycanda oturaqlı bir biznes, bunu ədəbi deməyim də, modeli yoxdur. Yəni belə deyim, bu kimisə qulaq asar deyək ki, bu danışır, ola bilsin, yəni ki, var, amma önə çıxarılacaq, nümunə göstəriləcək. Biz adətən nə edirik? Xarici ölkələrdə olan biznesləri uğurlu olaraq göstəririk. Orada mühit fərqlidir. Bir çox amillər var. Yəni mövzunun içərisində mövzular da ola bilir deyə çox dərinlinə getmək istəmirəm onun. Amma uğurlu olmaq
biznesin inkişafı istehsalın çoxalması demək deyildir. Oradakı insanların, işçilərin, çalışanların öz iş yerlərinə sadiq olmalarından irəli gəlir. İş yerlərini və rəhbərlərini sevmələrindən irəli gəlir. Bu da uğur aparan yolun biridir. Çünki həqiqətən də biz iş yerimizdə olmayanda beynimizin bir hissəsi orada olur. Yəni sahibkar iş yerində baş verəndə məlumatlı olmalıdır. Hər şey ona raporlanmalıdır, onun önünə gəlməlidir, bilməlidir. Amma işi aparan komanda isə həqiqətən də onun olmadığı müddətdə neqativ fəaliyyətlə məşğul olmadığını inanmalıdır. Bu hər zaman belə deyək də etmək olurmu, olmurmu bilmirəm. Və insanlar fərqlidir. Sadəcə olaraq bizim birincisi uğuru necə görməyimiz önəmlidir. Kim bunu necə düşünür, necə baxır ona. Ümumiyyətlə mən düşünürəm ki, bu belə deyək də bizneslər insanlar arasında olduğu üçün o siz dediyiniz kimi insanlara çox böyük dəyər qoyulmalıdır. Yəni bu gün sən ola bilsin sənin heç müştərin olmayacaq. Amma ona bir doğru tövsiyə verirsənsə, sabah o sənin müştərin ola bilər. Və yaxud bu gün sənin hansısa bir işçin sabah 10 ildən sonra böyük bir vəzifəyə keçə bilər və sənə hansısa bir işdə dəstək ola bilər. Ona görə o komandanın idarə olunması, müştərilərlə soft skillslər deyirlər də, daha gözəl şəkildə kommunikasiya, effektiv kommunikasiya, onların problemlərinin həlli, bu da əslində bir sabah öz biznesinin inkişafını apara bilər. Bu şəkildədir. Bütün dünyada da belədir bu. Azərbaycanda da effektini çox adam görə bilir bunun. Dediyim kimi, mən çalışmışam ki, istər dövlətdə, istər özəl sektorda bərabər fəaliyyət göstərdiyim insanların onları dəyərləndirim. Həm şəxsiyyətlərini dəyərləndirim onların, həm də onların içərisindəki o yatmış və mən hiss edə bilirəm onu. Yəni bu yəqin ki bir təcrübədən irəli gəlir. Mən insanlarla və ya da gənclərlə ünsiyyətdə olanda və yaxud da işə götürüb hal-hazırda bir fəaliyyətlə bağlı son dövrlərdə çox işə qəbulla bağlı. Bundan qabaqki prosesdə də mən Kobiyada işləyəndə də işə qəbul komissiyasının üzvü idim. 4 nəfərdən biri də mən idim. İşə qəbul edirdik. Mənim üçün onun köhnə CV-si, backgroundu, onun keçmişdəki fəaliyyəti önəmlidir təbii ki, amma bir də onun şəxsiyyətinə də yönəlirdim. Bu xalqı nə qədər tanıyır? Bu milləti nə qədər tanıyır? Bu öz xalqına və insanlarına qarşı nə qədər səmimi və sədaqətlidir? Yəni bu kənardan transfer etdiyi biliyi, savadı bir qərb sistemi ilə mi yönətəcək? Yoxsa buradakı insanları anlayacaq şəkildə mi həyata keçirəcək? Bunlar önəmlidir. Bəzən ziddiyyət yaranır burada. Biz alışmamışıq bu məsələlərə. Mən demirəm ki, yəni qərbdəki disiplin çox vacibdir. İnsanlar işlərini vicdanlı şəkildə həyata keçirmələri çox vacibdir. Qərbdə biz bunları çox rahat şəkildə görə bilirik. Faydalı şeylər götürmək lazımdır. Faydalı şeyləri götürmək lazımdır və tətbiq etmək lazımdır. Amma bunu bəzən bunu da orada belə deyək, mix eləmək, düzəltmək lazımdır. Uyğunlaşdırmaq lazımdır. Dəyərlərimizlə, bəli. İnsanlar fərqlidir, hər fərqli bir ailədən çıxır, fərqli bir tərbiyə görürlər. Ona görə də insan səhər iş yerinə gəldikdə insan öz iş yerini sevməlidir. Ora bağlı olmalıdır. Yəni bu şirkətin böyüməsində, biznesin inkişafında, biznesmenin də böyüməsində səbəb bu yerlərdən qaynaqlanır. Mən özüm bütün işlədiyim yerlərdə çalışmışam bir uğura çatım. Yəni hətta hədəfdən fövqündə, yəni və bunu anlamışam ki, əgər mən bu işi sıfırdan nəticəyə çıxara bilsəm, sabah eyni şəkildə individual gördüyüm işləri, bizneslərdə eyni şəkildə onu etmək ehtimal çox olacaq. İndi Orxan bəy, son olaraq biz artıq samap eləyirik. Buradan dinləyən biznesmenlərə, iş adamlarına və yaxud gələcəkdə iş adamı olmaq istəyən insanlara və yaxud hansısa bir şəbəkələşməyə qoşulmaq insanlara qısa olaraq hansı 3 dənə tövsiyəni deyərdiniz? Birincisi, deyərdim ki, təbii ki, əlaqələrinizi genişləndirin. Əlaqə həyatda və biznesdə çox vacibdir. İkinci, deyərdim ki, düzgün insanlarla əlaqə genişləndirin. Üçüncü də ən vacib məsələ, hansı ki, bu dəqiqə düşünürəm ki, bax, günün bugünü çox vacibdir. İş adamları, artıq bir çox iş adamları
əlaqələrini genişləndiriblər. Networking anlayışı artıq hamıda deməzdim, amma çoxlarında var, aktivdirlər və hər bir iş adamının kifayət qədər əlaqəsi var. Və vəziyyət ona gəlib çatıb ki, networking artıq qabaqki kimi işləmir. Bayaq bir nümunə gətirdim 2 restorandan. İndi bir nümunə gətirəcəm. İkimiz də logistika şirkətiyik. Siz də, mən də. Sizin də xidmətləriniz yaxşıdır, mənim də xidmətlərim, qiymətlərimiz eynidir. Yuxarı aşağı eyniyi. Sizin də əlaqələriniz yaxşıdır, mənim də əlaqələrim yaxşıdır. Kim uğurlu ola bilər? Bütün digər segmentlərdə demək olaraq eyniyi də, yəni sistemləşmədə və s. hansımız daha uğurlu ola bilərik. Artıq mənim əlaqələrim var deyə qabaqki kimi işləmir. Çünki artıq hamının demək olar ki, əlaqələri var. Mənim əlaqələrim daha dərindir. Artıq o işləyir. Ona görə əlaqələri dərinləşdirmək lazımdır. Əlaqələri daha da köklü eləmək lazımdır. Artıq o insanlarla işləyəcəklər və o insanlar digər yalnız əlaqələri olan insanlardan bir addım qabaqda olacaq. Bir növ güvən yaratmaq lazımdır. Bəli. Artıq tək vizitka verməklə əlaqələrim var, onu tanıyıram deyilən iş bitmir. Gözəl. Dərinləşmək lazımdır. Əla. Hikmət bəy, qısa olaraq 3 tövsiyə. Bu bir nəfərə sual verilirdi ki, belə suallar verilir də 3 kitab tövsiyə edin oxumağa. İndi 3 tövsiyəm. Ədalətli olun. Yəni söhbət biznesmenlərdən və yaxud da sahibkardan gedir. Sahibkar ədalətli olmalıdır, mərhəmətli olmalıdır və disiplinli, tələbkar olmalıdır. Bunların üçü də bir yerdə, yəni sinxron ciddi effekt verə bilər. Yəni birindən ayrılmamalıdır. Və həqiqətən də ədalətin olmadığı sistemlərdə uzun müddət uğur olmur. Sahibkarlar və yaxud da biznes uğursuz olur. Çox pul, dediyim kimi də çox pul qazana bilər, amma onun üçün elə ancaq həyatda onun üçün də pul qala bilər. Ədalətli olmaq, mərhəmətli olmaq, tələbkar və disiplinli olmaq. Bunlar çox vacib amillərdir. Təşəkkür edirəm. Çox sağ olun. Həm də ki Hikmət bəy, həm sizin sözünüz, həm Orxan bəyin sözünə qüvvət. Ümumiyyətlə biznesin əsas hədəflərindən biri də onun reputasiyasıdır. Yəni onun yaratdığı bir image, onun yaratdığı bir güvəndir. Bu da əlbəttə ki, biz o məsləhətlərini eləyəndə, cəm eləyəndə alınır. Allah razı olsun. Çox sağ olun. Düşünürəm burada çox faydalar hasil olar və növbəti podkastlarımızda görüşəndək. Assalamu aleykum və rahmetullahi və bərəkət. Aleyküm selam. Subhanakallah. Allah razı olsun.